Salam şagirdlər, bu günlərin biz sizlərlə 28 dekabr 2025-ci il tarixində Turan Tədris Mərkəzində keçirilən 7-ci sinif sınaq imtahanının həllərinə baxasıyıq. Deməli, ilk sualdan başladıq. İlk sualımız 21 nömrəli sualdır. Nə deyir? A və B düz xəttləri bir-birlərinə paraleldirlər. BAC 30 dərəcə olarsa axtarırıq burada BAC-ni. B-dən A-ya getdik. A-dan C-yə gəldik. Yəni buradakı bucaq 30 dərəcədir. Sonra deyir ki, CBA bucağı, bucaq CBA, bucaq CAM-dən 40 dərəcə kiçikdir. Yox, BAC 30 dərəcə olub, CBA-dan 40 dərəcə kiçikdir. Onda CBA bucağımız. CBA bucağına baxırıq. CBA. Bundan 40 dərəcə kiçikdirsə. Bura alfa desən. 30 bərabərdir. Alfa minus neçə dərəcəyə? 40 dərəcəyə. Biz də buradan alfanı tapsaq, alfa bərabərdir. 70 dərəcə olmuş olacaq. 70 ilə 30'u topladıq. 100. 3 bucağın daxili bucaqlarının cəmi 180 dərəcə edəcəyindən buradakı bucağa da qaldı 80 dərəcə. Bizdən nəyi taplayır? CAM bucağını taplayır. Burada daxili çarpaz bucaqlar bir-birlərinə bərabər olur. İntihası burası 80 dərəcədirsə, bu hissəmizdə 80 dərəcəyə bərabər oldu. Keçdik 21 nömrəli suala. İfadələrdən neçəsi doğru deyil? Neçəsinin doğru olmadığını tapmalıyıq. Üçüncü düz xəttə paralel olan iki düz xətt paraleldir. Bu bizim üçüncü düz xəttimiz olsun. Bir A düz xətti. Buna paralel olan iki dənə düz xətt çəkirəm. Bir B düz xətti, bir də C düz xətti. Eyni düz xəttə paralel olan iki düz xətt onda öz aralarında da bir-birlərinə paralel olur. Deməli bu birinci fikir oldu, doğru fikir. Keçdik ikinci fikrə. Daxili çarpaz bucaqlar bərabərdirsə düz xəttlər paraleldir. Bəli, çarpaz bucaqların bərabərliyi Yəni mən buradakı bucağa alfa desəm, buradakı da alfa olur. O zaman alfanın qonşusuna da beta deyək. Alfa topla beta 180 eləməlidir. Buradan da alfa topla beta 180. Yəni daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədirsə, bu bizə düz xəttlərin paralelliyini verir. İkinci fikir də doğrudur. Uyğun bucaqlar bərabərdirsə, düz xəttlər paraleldir. Uyğun bucaqlar bərabərdirsə, düz xəttlər paraleldir. Xeyr, bunu deyə bilmərik. Uyğun bucaqlar. Uyğun bucaqlar bərabərdirsə, uyğun bucaqlar iki paralel düz xəttin üçüncü düz xəttlə kəsiməsindən uyğun bucaqlar. 1, 2, 3, 4. Burada 5, 6, 7 və 8 yazsaq. Uyğun bucaqlar. 1-ə uyğun bucaq 5-dir. 2-yə uyğun bucaq 6-dır. 3-ə uyğun bucaq 7-dir. 4-ə uyğun bucaq da neçədir? 8-dir. Yəni bu uyğun bucaqlar bərabərsə düz xəttlər paraleldir. Deməli bu fikri də doğru olaraq götürdük. 3 bucağın daxili bucaqlarının cəmi neçə dərəcəyə bərabərdir? 360. Xeyr. 360 yox. Neçə dərəcə olasıydı? 180 dərəcə. Deməli fikirlərdən neçəsi doğru oldu? 3 dənəsi. Davam edirik. 2 ədədin ədədi ortası 12-dir. 2 ədədin ədədi ortası necə tapılar? O ədədlərin cəmini toplayıb 2-yə bölərik. Bərabərdir nəyə? 12-yə. Buradan tənasüb kimi çarpaz vursaq, A topla B bərabərdir 24 olur. Bu ədədlərdən birisi 16-dır. A-ya məsələn 16 desəm. 16 topla B nəyə bərabər oldu? 24-də. Buradan da B-miz 24-dən 16-nı çıxdıq. Neçə tapıldı? 8. Doğru cavab C bəndi. Ədədlərin modasını tapın. Deməli, 24 nömrəli sualda bu 24'ü buradan ayıraq, bu bizi çaşdırmasın. Ədədlərin modası. Moda ən çox təkrarlanan idi. Görək, 24'dən neçə dənə var burada? 1, 2, 3 dənə. Sonra 26'dan 2 dənə, 18'dən 1 dənə, 20'dən 1 dənə, burada neçədir? 22'dən 1 dənə. Ən çox təkrarlanan deməli hansı oldu? 24. Deməli modamız nəyə bərabər oldu? 24'ə. Doğru cavab C bəndi. 0, 2, 5 rəqəmləri təkrarlanmayan neçə 2 rəqəmli ədəd yazmaq olar? Şöyle bizim 2 rəqəmli ədədimizin birinci rəqəmini bu hissəyə yazacağım. İkinci rəqəmini də bu hissəyə yazacağım. Deməli, ilk rəqəm üçün neçə mümkün seçim şansımız var? 3 deməyək. Niyə? Çünki 0-la ədəd başlamaz. Ona görə 2 mümkün versiyamız var. İlk xanaya yazılası. Keçdik indi ikinci xanaya. İlk xanaya bu iki rəqəmdən hər hansısa birini yazdımsa, artıq növbəti xanaya o həmin iki rəqəmi tutalım ki, bura deyək ki 5'i gətirib yazmışam. Artıq təzədən təkrarən 5'i yaza bilmirəm. Yerdə əlimizdə neçə rəqəm qalır indi? 2 dənə. Artıq 0'ı da yaza bilərəm. Çünki ikinci rəqəm 0 ola bilər. 2. Burada da saymanın vurma prinsipi işə keçir. Bu ikilər bir-birinə vurulur. Elədi 4. Və yaxud da düzəldib baxaq. 2 ilə başlayan
20 düzəldə bilərəm, bir də 25 düzəldə bilərəm. 5 ilə başlayan 50 düzəldə bilərəm, rəqəmləri təkrarlanmayan dediyi üçün. Bir də 52 düzəldə bilərəm. 0 ilə başlayanda ədəd düzəltmək olmaz. Deməli, ümumilikdə neçə ədəd düzəldə bildik? 4 dənə. İndi keçid edirik növbəti suala. Növbəti sual 26 nömrəli sualdır. Qutuda 12 ağ, 12 qırmızı kürəciklər var. Təsadüfən çıxarılan bir kürəciyin qırmızı olması ehtimalı. Uşaqlar, bir hadisənin ehtimalını taparkən PA bərabərdir M böl N. Yəni bizdən istəniləni ümumiyə bölürdük. Yəni əlverişli halların sayını, yəni əlverişli hallar olurdu sürətdə, məxrəcdə də mümkün bütün hallar. İndi təsadüfən çıxarılan kürəciyin qırmızı olması ehtimalı. Deməli, neçə dənə qırmızı kürəcik var əlimizdə? 12 dənə. Bölməliyəm ümumi hamısına, bütünlə. Bütün neçə kürəcik var qutuda? 24 dənə. 12-ni 24-ə böldük, ixtisar getdi 2-də 1. Onluq kəsrə çevirəndə də 5-ə vurdum. Onda 5, yəni cavab Y bəndi. 0,5. Sonra 27 nömrəli suala baxırıq. Sinifdəki qızların sayı oğlanların sayının 3də 2 hissəsini təşkil edir. Deməli, qızlar oğlanların 3də 2 hissəsidir. Oğlanlara durub 1x demirik. Oğlanlara 3x deyək. Qızlar da bunun 3-dən 2 payı olan 2x-ə bərabər olsun. Yazı taxtasına çağırılan şagirdin oğlan olması ehtimalı. Deməli, yenə hadisənin ehtimalı tapılarkən lövhəyə çağırılan şagirdin oğlan olması ehtimalını istəyir. Nə qədər oğlanımız var? 3x sayda. Ümumiyə bölməliyəm də. Ümumi nə qədərdir ümumi şagirdimiz? 5x sayda. Buradan x-ları ixtisar etsək cavabımız 5də 3, yəni 10-da 6-ya bərabər olmuş oldu. Yəni doğru cavab C bəndi. Bir zər atıldıqda 5-dən kiçik hal düşməsi üçün əlverişli halların sayı. Zərin ümumilikdə 6 üzü var. 5-dən kiçik deyirsə 5 özü olmaz. 5-dən kiçik olmalıdır. 1, 2, 3, 4. Əlverişli hallar 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə. 4 əlverişli halımız olacaq. Doğru cavab C bəndi. 8 sahada 17 detal hazırlayan Tokar 85 detalı neçə sahada hazırlayar? Tənasüb quraq. 8 sahada 17 detal hazırlayırsa 85 detalı, detalın altına yazırıq. Detal. Neçə sahada hazırlayar? X sahada. Buradakı asıllıq düz mütənasib asıllıqdır. Çünki 17 detala 8 saat sərf edən biri 85 detala daha çox zaman sərf etməlidir. Çarpaz vuruq bu zaman. 17-nin x-ə hasili bərabərdir 8-in 85-ə hasilinə. Hər tərəfi 17-yə bölsəm, burada 1 qaldı. 85-i 17-yə böləndə 5. 8 vur 5-dən də x-i 40 olaraq tapdıq. Doğru cavabımız C bəndi. İndi keçid edirik digər sualımıza. Digər sualımız deməli modulla bağlı olan bir sualdır. X -12 olarsa bu ifadəni hesablayın. Gətirib burada x-in yerinə -12 qoyasıq. 3 çıxılsın modulda -12 topla 3. Bağla modul. Sonda da yenə modulu bağladıq. -12 ilə 3-ü topladıq. Nə elədi? -9. -9-un modulundan əks olan müsbət 9 çıxır. Yəni olur modulda 3 çıxılsın 9. 3 çıx 9 da -6 elədi. -6-nın modulda elə hansı 6-ya bərabər olmuş oldu? Müsbət 6-ya. Tənasüb. Nə demişdik tənasübdə? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni 9 vurulsun 2x çıx 1 bərabərdir. 4 vurulsun 3x topla 5-ə. 9-u 2x çıx 1-ə vursaq. 18x minus 9 bərabərdir. 12x topla 20. 12x sol tərəfə, -9 sağ tərəfə keçərsə. 18x-dən 12x çıxıldı. Nə qaldı? 6x bərabərdir 29-a. X də bərabərdir 29 böl 6. 29-un içərisində 6. Neçə dəfə? 4 dəfə. Qalıq 5 qaldı. O sürətə yazıldı. Məxrəcə də 6. 4,6-da 5. Doğru cavabımız B bəndi oldu. Keçid edirik 32 nömrəli suala. 32-də deyir ki, hansı ifadə doğrudur? 2 sadə ədədin cəmi mürəkkəb ədəddir. Misal üçün 2 sadədir, 3 sadədir. Topladım. Neçə elədi? 5. 5 mürəkkəbdirmi? Xeyr. Və yaxud da 3 ilə 7-ni toplayaq. 3 ilə 7-ni topladıqda 3 də sadədir, 7 də sadədir. Neçə elədi? 10. Yəni bu zaman mürəkkəb alındı. Amma bu zaman mürəkkəb alındı mı? Yox. Deməli, həmişə mürəkkəb ədəddir deyə bilmərik. 2 sadə ədədin cəmi mürəkkəb ola bilər desək də, o zaman doğru götürərik. Amma sırf hökmən deyir ki, mürəkkəb ədəddir. Xeyr, bu yanlış fikirdir. Davam edirik. Mürəkkəb ədədlər cüt ədədlərdir. Mürəkkəb ədədlər cüt ədədlərdir. Misal üçün 21. Özündən və 1-dən başqa 3-ə bölünür, 1 də 7-yə bölünür. Mürəkkəb ədəd. Amma cütdürmü? Xeyr. Deməli, bu da doğru fikir deyil. Qarşılıqlı sadə ədədlərin əkobu, bəli, əbobu 1-ə bərabərdir. Qarşılıqlı sadə ədədlərin əkobu isə onların hasilinə bərabərdir. Deməli, doğru cavab C bəndi. İndi D-yə baxaq, görək niyə yanlışdır. 2. Natural ədədlərdən biri digərinə tam bölünərsə, misal üçün 8 4-ə nə inəsin? Tam bölünsün. Onların əbobu həmin ədədlərin böyüyünə. Xeyr, əbob kiçiyinə bərabər olur bu ədədlərdən. Əkob isə böyüyünə. Bildikdə D niyə yanlış oldu. Tək ədədlər mürəkkəb ədədlərdir. 3.
Təkdir. Mürəkkəb demək xeyr, sadə. Bu da yanlış fikirdir. Deməli, doğru cavabımız oldu C bəndi. Keçid edirik indi 33 nömrəli suala. Mənfi ədədlər verilib bizə mənfi 4,2, mənfi 4,3, mənfi 5, mənfi 5,3. Artma sırasını göstərin. Yəni, artma sırası deyirsə kiçikdən böyüyə doğru düzməliyik. Mənfi ədədlərdən də modulca böyük olan ən kiçik olur. Deməli, ən kiçiyi mənfi 5,3, sonra mənfi 5, sonra mənfi 4,3, ən sonunda da mənfi 4,2. Doğru cavabımız oldu C bəndi. Keçid edirik 34 nömrəli suala. Ulduz işarəsinin yerinə hansı ədəd yazılmalıdır? 0,5. Nəyə bərabərdir 0,5? 9-da 5-ə. Deməli, ulduzun yerinə neçə yazılmalıymış? 9. 35 nömrəli sual. Deyir ki, eni 4 metr olub, uzunluğunun 80%-ni təşkil edən. Eni 4 metrdir. Uzunluğuna da A desək. Bu 4 A-nın 80% eləməlidir. A-nın 80%-ni necə tapılar? A-nı 80-a vurub 100-ə böldükdə cavab 4 eləməlidir. 0 ilə 0 getdi. 4-ün məxrəcinə 1 yazıb. Tənasüb kimi çarpaz vursam. 8A bərabərdir 40-dan. A-mız nəyə bərabər oldu? 5-ə. Bu düzbucaqlığında sahəsi sahəni taparkən en uzuna vurulur. Yəni 4-ü 5-ə vurduq. Doğru cavab C bəndi. Yəni cavab 20 olacaq. İndi ədəd oxunda 2 nöqtə arasındakı məsafəni tapın. 2 nöqtə arasındakı məsafəni taparkən ədəd oxunda A nöqtəsi burada olsun. Koordinatı nəyə bərabərdir? Mənfi 8,4-ə. B nöqtəsi ondan sağda yerləşir. Koordinatda mənfi 3,5-ə. Bizdən bu məsafəni istəyir. Ədəd oxunda 2 məsafə istənilərkən 2 nöqtə arasındakı məsafə sağda yerləşən nöqtənin koordinatından solda yerləşən nöqtənin koordinatı çıxılır. Yəni mənfi 3,5-dən çıxırıq mənfi 8,4-ü. 2 mənfi nə elədi? Müsbət. Deməli, cavabımız mənfi 3,5 üstə gəl 8,4. Müxtəlif işarəli ədədləri toplayarkən modulca böyükdən modulca kiçik olan ədəd çıxıldı. Yəni 8,4-dən 3,5 çıxıldı. Elədi 4,9 modulca böyük olan işarəsi yazılır. Yəni müsbət 4,9. Doğru cavab oldu B bəndi. İndi keçid edirik 37 nömrəli suala. A buna bərabərdir, B buna bərabərdir, C də buna bərabər olduqda. 3A çıx 4B çıx 7C ifadəsinin qiymətini tapın. 3 vurulsun 4,1 çıxılsın 4 vurulsun mənfi 6,1 çıx 7 vurulsun 3,2. İnşallah 3'ü 4,1'ə vuranda eləyir 12,3. Mənfini mənfiyə vuranda burada işarə müsbət olasıdır. 4 vur 6,1 bu da eləyəsə 24,4 çıxılsın 7-ni də 3,2'yə vuranda uşaqlar 7 vur 3 21 elədi. 7-ni də 0,2'yə vuranda 1,4 21 ilə 1,4 22,4. İndi 24-dən 22,4'ü çıxartsaq 24,4'dən 22,4'ü çıxarsaq bu hissəsinin cavabı eləyir 2. 12,3'ün də üstünə 2 gəldikdə deməli nə eləyər 12,3'ün üzərinə 2 gəlsək 14,3. Doğru cavabımız oldu A bəndi. Sonra keçid edirik 38 nömrəli suala. Nə deyir 38 nömrəli sualda? Deyir ki, üçbucaq ABCD, bucaq C 90 dərəcə. MN ilə BC paraleldirlər. Bucaq NMA-nı tap. NMA. Baxa, bunlar uşaqlar uyğun tərəfləri paralel olan bucaqlardır. Yəni AM MN-ə paraleldir. AC də BC-yə paraleldir. Demişik ki, uyğun tərəfləri paralel olan bucaqlar eyni adlıdırsa bir-birlərinə nədir onsuz? Bərabərdir. Yəni buradakı bucaq nədirsə, buradakı da eynisi olacaq. Yəni burada 90 dərəcə olduğu üçün intihası buradakı NMA bucağı da neçə dərəcə gəlmiş olasıdır? 90 dərəcə. Hətta bunu belə bir xassə ilə də ifadə etmək olardı. İki paralel düz xətt verilib. İki paralel düz xəttdən birinə perpendikulyar olan düz xətt, digər düz xəttdə də perpendikulyardır. Bu bizim bir aksiyonumuzdur. Aha. Baxırıq, deməli 39 nömrəli suala. Bucaq 2 150 dərəcədirsə, onda qarşısı da 150 dərəcə olur. Qonşusu 30 dərəcə. Burada 30 dərəcə. 1 ilə 30 dərəcəlik bucaq çarpaz bucaqlardır. Burada 30 dərəcə oldu. Və yaxud da ki, uyğun bucaqlar, daxili bir tərəfli bucaqların cəmi neçə dərəcə olmalıydı? 180 dərəcə. Deməli, bura 150 isə üstünə nə gəlsəm 180 alaram 30 dərəcəni. Bucaq 1-i tapın 30 dərəcə. Və yaxud da uyğun bucaqlar bərabərdir dedik. Yəni bura 30 dərəcədirsə burada ona uyğun olmalıdır. Paralellik olduğuna görə. Olmasa deyə bilməzdik. Burada oldu 30 dərəcə. Deməli sonuncu sual yenə həndəsənin əsas anlayışlarına aid bir sualdır. Deyir ki, bucaq 1 38 dərəcə olarsa, bucaq 2-ni tapın. Burada paralellik var. Biz buna eyni zamanda U xassəsi deyirik. Sağa baxan bucaqların cəmi 180 dərəcədir. Yəni 38, bu bucağın da dərəcə ölçüsünə x dərəcə desəm, 38 dərəcə üstə gəldi. X bərabər olmalıdır 180-a. Buradan x bərabərdir. 180-dan 38-i çıxsaq 142 olaraq tapılır. Yəni burada dərəcə işarəsi var idi. Cavabımız olur 142 dərəcə. Doğru cavab B bəndi. Yaxşı, sağ olun, salamat qalın.